Həkim, sünnət kim tərəfindən və necə icra olunmalıdır? Yəni, əsasən bunu bilməmiz lazımdır ki, birincisi, sünnət toy deyil, bir cərrahiyyədir. Sünnət kişi olma mərasimi deyil, bir cərrahiyyədir. Ən əsası, uşaq oyuncaq deyil. Yəni, aparılan bir kiçik bir səhv ömürlük nəyə gətirib çıxardır? Valideynlərdə vicdan əzabına gətirib çıxardır, uşağın da sonsuz olmasına gətirib çıxardır. Əsasən bilməmiz lazımdır ki, sünnət bizə nə üçün lazımdır? Sünnət bizə gigiyenik qaydalara, gələcəkdə olan cinsi problemlərin və cinsi xəstəliklərin qarşısını almaq üçün və bir çox amillər üçün sünnət olunması lazımdır. Bəzən ata, ana uşağı sünnətə gəldiklərində elə bil ki, sünnətə deyil, bir saç kəsiminə gətirirlər uşağı. Tez olsun, həmən olsun, tez bir zamanda bitirin, evə götürək və ya tez bir zamanda anestezi vermədən ilətdirin. Bir, bunu bilməniz lazımdır ki, uşaqların psixolojisini bozmamaq üçün nə etmək lazımdır? Sünnət uşaq yatırılaraq olması lazımdır. Zaten sünnətlərdə verilən anesteziya çox yüzəyə, səthi anesteziyadır. Ona görə bu anesteziyadan qorxmamaları lazım. Əksinə, lokal anesteziyanın riskləri normal verilən anesteziyanın riskindən daha yüksəkdir. Valideynlərə bildirmək istəyirəm ki, ən əsas uşağın qorxusu deyil, yaxşı əllərin olmasıdır. Yəni, normal bir, düzgün bir cərrahi əməliyyatın olmasıdır. Həkim, bəzi hallarda isə bizə yaşlılar müraciət edəndə deyirlər ki, nə ehtiyac var ki, mənim nəvəmə sünnət eləməyə, onsuz da sünnətli doğulub. Buna nə deyərsiniz? El arasında sünnətli doğulub məsələsi bizim tibb dilində hipospadias, epispadias, bu cür anomaliyaların olmasıdır. Yəni, bu anomaliyadır. Anadan gəlmə olan bir uretranın normal dəri hissəsinə qədər uzanmaması qüsurudur. Bu, birbaşa əməliyyat göstərişidir.